Deməli, 3-cü 10 günlükdə qərar tutmuşuq və bu 3-cü 10 günlüyün hikmətləri var. Hikmətlərindən ondan ibarətdir ki, hədis-i şəriflərdə həm Əhl-i Sünnə qaynaqlarında, həm Əhl-i Beyt qaynaqlarında son 3-cü 10 günlüyü Peyğəmbər sallallahu aleyhi və səlləmin haqqında buyurur ki, Peyğəmbər öz yatağını yığardı son 3-cü 10 günlükdə və bu son 10 gecəni Peyğəmbər ihya edərdi. Və sabah həmin 3-cü 10 günlüyün ən müqəddəs gecələrindən biridir. Və deyir ki, Peyğəmbər o qədər bu 23-cü gecəyə önəm verərdi ki, özü oyaq qalardı və onu ihya edərdi və evdə yatan insanların üzərinə də su səpərdi Peyğəmbər. Hədislərdə gəlib ki, yəni bunların yuxusu qaçsın, ta ki həmin gecənin bərəkətindən, fəzilətindən, rəhmətindən məhrum olmasınlar. İndi baxmayaraq ki, biz buna Qədir gecəsi də deyirik. Amma biz bilmirik hansı Qədir gecəsidir. Mütləqən biz bunu qəti şəkildə bilmirik. Ona görə də biz bunlara ihya gecəsi deyirik. İhya saxlayırıq. Yəni, biz bilmirik bizim keçirdiyimiz gecə həqiqətən Quranın nazil olduğu gecədir. %100 bilmirik bunu. Çox böyük ehtimallara görə 23-cü gecədir. Və çox böyük ehtimallara görə 19 və 21-ci gecə, 23-cü yəni sabahki gecə üçün hazırlıqdır. Və bu 23-cü gecə əgər böyük ehtimallara görə Qədir gecəsi olarsa, o zaman Quranın nazil olduğu gecəyə denk gəlir. Amma bir qədər Quranın nazil olduğu gecə ilə sonraki gecələrin bir qədər fərqi var. Yəni bu Quran bir dəfə nazil olur. Baxın, deyir ki, İnna ənzəlna fi leylətin mübarəkət. İnna kunna munzirin. Biz deyir bunu mübarək bir gecədə nazil etdik. Və biz deyir izar edirik, qorxuduruq. Və fihə yufraqu kullu əmrin hakim. Hər hikmətli iş həmin gecə ayrılır. Hər hikmətli iş həmin gecə əndazələnir, təqdir olunur. İndi bu gecə Quran nazil oldu. İnna ənzəlna fi leylətil qədr. Buradan bilir ki, həmin Duxan surəsindəki mübarək gecə danışır. O həmin Qədr gecəsidir. Niyə görə? Çünki o biri surədə deyir İnna ənzəlna fi leylətil qədr. Bəs bu Qədr gecəsinin Ramazanın gecəsi olduğunu hardan bilirik? Onu da Bəqərə surəsindən bilirik. Hardan bilirik? Allah nə deyir? Deyir ki, şəhrur Ramazan əlləzi unzilə fiyil Quran. Aşı Ramazan ayı hansı ki Quran nazil olub o ayda. Quran nazil olub da o ayda. Deməli oradan bilirik ki, bu Qədr gecəsi də həmin Ramazan ayındadır. Deyir şəhrur Ramazan əlləzi unzilə fiyil Quran hudən linnəs və bəyyinatun minəl hudə vəl furqan. Deməli həqiqətdə Qədr gecəsi Peyğəmbərin vaqe olduğu həmin gecədir. Nazil, Quran bir dəfə nazil olur. Bəs bu gecələr nədir? Bu gecələr odur ki, yəni ən azından belə deyə bilərik ki, ən azından bu cür deyə bilərik ki, necə ki bir sənədin əsli var, bir də onun nəyi var? Surəti var, elədir, surətini çıxardır. Ən azından bu gecələr həmin Peyğəmbərə Quran nazil olduğu gecə kimi ola bilməz təbii ki, həmin gecə nazil oldu. Quran bir dəfə nazil olur, belədir? Bir dəfə nazil olur Quran Peyğəmbərə. Həmin bu gecələr, həmin gecələrin misalıdır. Misalı. Bu gecələr o gecələri xatırladır bizə. Yəni, əgər biz, məsələn, təsəvvür edək ki, Peyğəmbərə Quran bir dəfəlik və yaxud tədricən Ramazan ayında Qədr gecəsinin nazil olur. Tutaq ki, Qədr gecəsi də Ramazanın 23-cü gecəsidir. Bu Peyğəmbərin həyatında bir dəfə baş verir, belə deyil. Və sonraki gecələr nədir? Bəs Peyğəmbər sonra o gecələrin niyə? Çünki fəqət Qədr gecəsinə görə deyil. Bu gecələrin diri qalması, ihya olunması fəqət Qədr gecəsinə görə deyil. Son 10 gecənin özü böyük bir məna daşıyır içərisində. Çünki Peyğəmbər buyurur ki, Qəd əqbələ iləykumuş şəhrur Ramazan. Ey möminlər, ey müsəlmanlar, sizə Ramazan ayı gəlmişdir. Əvvəluhu bərəkətu. Bir əvvəli bərəkətdir. Və avsətuhu rəhmətun. Onun ortası
rəhmətdir, rəhməti qazanırsan. Və axiruhu məğfirətun və itqun min nar. Axiri isə nədir? Məğfirətdir və bağışlanmaqdır. Allahdan deməli bağışlanmaq, qazanmaqdır, əfv qazanmaqdır və cəhənnəm azabından qurtulmaqdır. Ona görə də hədislərdə, şəriflərdə gəlir ki, daha bir insan əgər özünü Ramazan ayında da bağışlada bilmirsə, onda o insan artıq başqa aylarda özünü bağışlada bilməz. Yəni bu qədər sənin üçün Allah rəhmət yaradıb, bu qədər sənin üçün Allah vasitələr qərar verir, bu qədər sənin üçün Allah səbəblər yaradır və bunları da sən özünə fürsət bilib özü günahlardan hifz eləyə bilmirsənsə, bu gecələri Allah sənin üçün məğfirət və rəhmət gecəsi yaradıb. Sən bu gecələri də əgər dərk eləmirsənsə və bu fəziləti özün qazanmırsansa, deməli digər günlərdə ki, bu fəzilət yoxdur. Yəni Ramazanda olan rəhmət digər aylarda yoxdur axı. Ramazan gecələrində olan nur digər gecələrdə yoxdur. Ramazan ayında olan fəzilət digər aylarda olmadığı üçün sən Ramazan ayında eləyə bilərdin özünü bağışladasan, eləyə bilərdin özünü saflayasan, paklayasan və ihya edəsən. Deməli ihyanın da fəlsəfəsi ondan ibarətdir ki, ihya sözünün mənasını bilmirəm, bilirsiniz ya yox. İhya həy sözündəndir. Həy diri deməkdir, canlı deməkdir. Və yaxud da ki, oyatmaq, canlandırmaq, ruhlandırmaq deməkdir. İhya sözünün də mənası, yəni sənin ruhun cisminin içərisində yox ol. Bir fikirləşin biz ihya nə qədər dərin bir sözdür. İhyanın mənası. Yəni sənin ruhun cisminin içində yox olur. Yəni nə mənada? Yəni sən bütün 11 ayda hey dünya işlərinlə məşğulsan, cismini bəsləyirsən, dünyəvi problemlərlə məşğulsan, Allaha vaxt ayıra bilmirsən, mənəviyyata vaxt ayıra bilmirsən, ibadətlərə vaxt az ayırırsan, namazları qılırsan, ona da qurtardı. Amma bu 11 ayda ki sən yəni günahlar etmisən, sən dünyəvi işlərlə məşğul olmusan, onlar hamısı sənin qəlbini qaraldıb, sənin ruhunu yəni itirib batırıb sənin bədənində. Ruhundan əsər qalmayıb. Elə cismin qalıb, heykəlin qalıb. Bəzən deyirlər ki, filan kəsin ruhu ilə yoxdur. Elə ruhu uçub. Biz insanlar arasında deyirlər. Və yaxud da ki, filan kəsin nə qədər ruhunu gördüm. Nə qədər belə əhval ruhiyyəsi gözəl gördüm. Canlı gördüm, yəni ruhan. İnsan var ruhan ölüb pəjmürdə olur. Məhv olub ruhu. Yəni insan da belədir. Yəni Ramazan ayında daxil olanda sən bu cür bədəndən daxil olursan, öz ruhunu, öz fitrətini unudursan. Yəni gündəlik namazları qılırsan da o biri xeyir işlərə sən yönələ bilmirsən. Allah bu Ramazan ayında sənə bir fürsət qapısı açır ki, o ölmüş ruhun ki yoxdur, onu təzədən canlandırıb. Niyə insan yaxşı bir iş gördüyü zaman sevinir? Məsələn, niyə insan sizdən birinə sədəqə verdiyi zaman, bir yol çəkdiyi zaman, bir məscidə yardım etdiyi zaman, bir Allah yoluna bir xeyir iş gördüyü zaman, ümumiyyətlə bir xeyir işə iqdam etdiyi zaman insan niyə sevinir? Siz niyə sevinir? Nəinki mən yardım elədim, yox. Yəni, insan hər hansı bir xeyir işə iqdam etdiyi zaman, onun ruhu ki, insanın ruhu ki, bu şeylərə bağlıdır, yaxşılıqlara, insan ruhu, vicdanı. İnsan xeyir bir iş gördüyü zaman, məsələn, tutaq ki, öz pulundan 100 manat Allah yolunda ayırdı, verdi Allah yolunda, hərzlədi, elə deyilmi? Bu insanın malına azaldı ya çoxaldı? Azaldı da, gərək əslində qəmlənəsən buna görə. Amma insan ixlasla verdiyi zaman, içində bir sevinç yaranır ki, mən filan kəsə yardım elədim. Mən filan Allah yolunda filan işi gördüm. Niyə insan sevinir də? Və yaxud da ki, insan birinə yardım etdiyi zaman əziyyət çəkir bədəni. Birinə yardım edən zaman əziyyət çəkir. Amma bu əziyyətdən bir sevinç yaşayır. Ləzzət alır insan bundan. Niyə görə? Çünki bu şeylər insanın ruhunu insanın yadına salır. Ki, sənin ruhun var. Sən bədən deyilsən.
ruhumuzu bizim yadımıza salır ki, biz bu aləmdən deyilik, biz o aləmdənik. Biz ki o aləmə görə bir iş gördüyümüz zaman həmən biz sevinirik. Niyə ki vicdanımız bizə xatırladır ki, sən ruhumu diriltdin. Sən öz həqiqi varlığı üçün iş gördün. İndi eynən Qədir gecələri də bu mənanı ifadə edir insan həyatında. Xeyirdə bir xeyirdir. Xeyir qapıları çoxdur, bu qapılardan biri də budur. Xeyir qapılarından biri infaqdır. Allah nədir Quranda? Lən tənalul bir hətta tunfiqu ma tuhibbun. Sevdiklərinizdən vermədikcə xeyrə çata bilməzsiniz. Görürsünüz nədir? Sevdiklərindən vermədikcə xeyrə çata bilməzsən. Bu ayənin təfsiri budur ki, xeyrə o vaxt çata bilərsən ki, öz həqiqi vücudunu biləsən. Həqiqi vücudun da axirətə aiddir, Allaha aiddir. O vücudunu haçan görürsən, xeyrə çatdığın zaman, xeyrə haçan çata bilərsən? Dünyadakindən azaldığı zaman, axirətdəkindən çoxaldığı zaman. Dünyadakı kisəndən azaldıqca, axirətdəki azıqan çoxalır. Nədir? Allah təqvaya azuqa deyir. Azuqa yeməkdir, içməkdir, qazanmaqdır. Amma təqva qorunmaqdır. Necə olur da Allah təqvaya azuqa deyir? Azuqa nədir qardaş? Azuqa yemək içmək deyil. Allah Quranda təqvaya azuqa deyir. Təqva nədir? Çəkinmək. Allah bir şeydən çəkinməyə, imtina eləməyə azuqa deyir. Ayət Allah Quranda buyurur ki, təzəvvədu fə innə xeyrə zəəd-təqva. Ey insanlar, tuşə qazan, azuqa qazan, azuqa yığın. Torbanızı doldurun. Nədir o torba? Nə ilə dolduraq? Pulla, yeməklə, içməklə. Fə innə xeyrə zəəd-təqva. Ən gözəl azuqa təqvadır. Deməli, xeyir qapılardan biri də budur. Öyle deyil. Bu xeyir qapıları bir dənədir və ya. İnsanın üzünün altına xeyir qapıları. O qədər qapılar Allah sənin üzərinə açır ki, özün öz əli ilə gəlsən o qapıları bağlayırsan. Allah da deyir ki, bu Ramazan ayı və Ramazan günləri, Ramazan gecələri sizin üzərinizə açılan xeyrə açılmış qapılardır. Ramazan ayı da sizin üzərinizə xeyir qapılarını Allah açır. Və o xeyir qapılarından biri də həmin müqəddəs gecələrdir ki, o gecələri zikirlə, dua ilə, sonra ibadətlə, itaətlə, Quran oxumaqla keçirəsən ki, ta ki həqiqi varlığından xəbərdar olasan. İnsan yeganə varlıqdır ki, həmişə özü öz yanındadır. Amma yenə yeganə varlıqdır ki, özündən xəbərsiz olan yeganə varlıq insandır. Biraz bunu açıq izah eləyək, biraz yəni. İnsan hər şeydən xəbərdardır özündən başqa. Necə məsələn, mənim məsələn bir evim var, maşınım var, pulum var, mülküm var, hər şeyim var da, elə deyilmi? Mən bunlardan xəbərdaram. Bir də bədənim var. Mən özüm bədən hiss etdiyim zaman, özüm bədən təsəvvür etdiyim zaman, öz ruhumdan bir xəbər oluram. Deməli, mən bir ömür yaşayıram, öz ruhumdan bir xəbər, özüm bədən hissi hesab edirəm, istirahətimdən bir xəbər, özümdən xəbərsiz yaşayıram. İndi Qədr gecəsində mənası odur ki, sən bu gecələrdə gecəni oyaq qalmaq deyil, məsələ. O da onun içindədir. Amma gecə oyaq qalıb ruhu oyatmaq. Vicdanı oyatmaq. Ruhunuzu oyadın ki, gecə, yəni bu gecələr sizin üçün deməli faydalı olsun. Yəni ihyanın mənası odur ki, yəni sabah ki sən ihya saxlayacaqsan və gecə səhərə qədər deməli ibadətlə məşğul olacaqsan, bu sən öz deməli qəlbi və ruhu dirisən. Oyaqsan. Yəni onu dirildirsən. Ölmüş qəlbləri diriltmək. Yazı Həzrət Əleyhisselam deyir, ölmüş qəlbləri diriltmək lazım. Yəni sabah insan ölmüş qəlbini diriltməlidir. Nə ilə? İbadətlə, itaatlə, zikirlərlə və dualarla. Sabahçı günü biz nə etməliyik? İbadətlə, zikirlərlə, dualarla keçirməliyik ki, ölmüş qəlbimizi nəyə dirildək? Hamımızın qəlbi ölüb. Haçan diriləcək? O vaxt diriləcək ki, o ibadətin şirinliyini daddırasan ona, həmin gecə. Duanın şirinliyini daddırasan ona. Zikrin şirinliyini daddırasan ona. Gecə namazının, ibadətin şirinliyini ona daddırasan. O çox asandır. Yəni Ramazan məktəbdir. Məktəblər içərisində bir məktəbdir. Mən deyərdim ki, insana Allahı tanıtdırmaq üçün, dini tanıtdırmaq üçün, hatta insanın özünü özünə tanıtdırmaq üçün ən deməli gözəl məktəb Ramazandır, ən sadə məktəb Ramazandır. İnsanı daha tez haqqa çatdıran
ibadətlər içərisində Ramazan ayında olunan ibadətlər, oruc və gecə ibadətləri çox önəmlidir. Hər bir insan eləyə bilər ki, öz ruhunu paklasın və öz ölmüş qəlbini nəsin? Diriltsin. Ona görə İmam Sadiq əleyhissalam hətta xəstə olan vaxt 23-cü gecə öz yorğan döş əmr edir ki, onu yorğan döşəyini aparsınlar məsciddə sərsinlər ki, evdə qalsa yata bilər. O məsciddə cəmaatın içərisində olsun ki, yəni çox ağır xəstə idi, amma bu gecənin bərəkəti o qədər əzəmətlidir ki, həmin gecəni gedib məsciddə keçirib ibadət və itaatla, zikirlə Peyğəmbər övladı İmam Sadiq əleyhissalam keçirir ki, ta ki insanlar anlasınlar ki, baxın, xəstəliyin şiddətinə baxmayaraq, qızdırmanın şiddətinə baxmayaraq, Peyğəmbərin nəvəsi İmam Sadiq əleyhissalam bu gecənin bəhrəsindən özünü məhrum etmir. Baxmayaraq ki, bu insan məsumdur, baxmayaraq ki, imandır, baxmayaraq ki, deməli, övliyadır, Allahın yeryüzündə höccətidir. Baxın, bu şiddətə rəğmən, bu deməli, acı çəkməyə rəğmən özünü bu gecənin bərəkətindən məhrum eləmək istəmir. Və bir də məsələni deyim ki, çalışasan bu gecənin müəyyən hissəsi tənha keçirəsən. Çünki bu gecədə sən tənha olmalısan, gecə ibadətləri yerinə yetirəsən ki, çünki başqa insanlarla olanda istər-istəməz danışırsan, söhbət edirsən, o dağılır. Müəyyən bir dövrünü sən tənha keçirməyin yaxşıdır. Allah sizlərə bu gecənin gələn gecənin bərəkətindən minəsib eləməsin. Eyni zamanda bu gecənin bütün gecələrin və Ramazanda Allah sizi bağışlayanlardan qərar versin. Səlam əleykum.